Düşübsən qanlı çuxura, əcəb məstanə ya Hüseyn. Xanım Zeynəb İmam Hüseyn əleyhissalama deyir. Düşübsən qanlı çuxura, əcəb məstanə ya Hüseyn. Dağılmış peykərin qanı axıb meydana ya Hüseyn. Ya Hüseyn, cənazən üstə gəldim ta sənə ağlayam qardaş. Yollam zülfü pərişanı, sinəmi dağlayaram Hüseyn. Hüseyn, və lakin fürsətim yoxdur, yaradı bağlayam qardaş. Sən ana şimr, aman verməz məni nalana Hüseyn. Sən ana şimr, aman verməz məni nalana Hüseyn. Tarixçilər, şairə bir şeir beyt yazıblar. Mahiyyəti bundan ibarət ki, deyir xanım Zeynəb çox son vaxtlarda gəldi İmam Hüseyn əleyhissalam başının üstünə. Amma tarix faktlar onu demir. Tarix faktlar deyir ki, İmam Hüseyn əleyhissalam əvvəl qan damcısında xanım Zeynəb qətləgahda idi. Xanım Zeynəb çuxur yerdə idi. O zaman ki, İmam Hüseyn əleyhissalam o qədər zərbə dəyib düşüb çuxur yerə, 2 dəqiqə bırakılan su kifayət düzdür. İmam Hüseyn əleyhissalam düşüb çuxur yerə, bilirsiniz nə oldu? Allah bunu deyib. Allah bunu desəm, ölsəm razıyam. İmam Hüseyn əleyhissalam düşüb çuxur yerə, xanım Zeynəb getdi qardaşının üstünə. O qədər ah-nalı elədi. İmam Hüseyn əleyhissalam bir huşdan özünə gəldi, dedi, bacı. Bacı get, qayıt. Təzdən yenə İmam Hüseyn əleyhissalam bir huş oldu. Xanım Zeynəbini ağlamağa götürüb, dedi, bacı. Yenə özünə gətirib, bacı. Bacı, nə qədər şiir gəlməyib, bacı, qayıtdı. Dedi, bacı, bunlar namərddirlər, ha. Bunlarda həya, iffət yoxdur, bacı. Deyib, xanım Zeynəb yenə İmam Hüseyin ayrılmadı. Hiss elədi xanım Zeynəb, kimsə bunun başının üstünə dayanıb. Elə oradaydı ki, Şimr lənətullahi əleyh taziyanı ilə, qamçı ilə xanım Zeynəbi beldən vurdu. Bilirsiniz, yenə xanım Zeynəb İmam Hüseyin əleyhissalamın ayrılmadı. Mən burasını deyə bilmərəm, burasını göstərə bilərəm, ancaq tutdu belə, attı o yana. Sonra bilirsiniz, Şimr namərd neynədi? Çəkmə ilə Şimr gəldi, çıxdı, İmam Hüseyin əleyhissalamı çıxdı sinəsinin üstünə. Peyğəmbər öpər sinənin üstünə çəkməsindən çıxdı. Burasını deyib, kifayət edirlər. O zaman ki, xanım Fatimə Zəhranın rəfəsəhu, qarnı təpik vurdular, ha, qarnında böhsümü sidik oldu. Oğlu İmam Hüseyin əleyhissalamın kərvadıra, İmam Hüseyin əleyhissalamın qarnına rəfəsəhu, Şimr ləyətullah təpiklə vurdu. İmam Hüseyin əleyhissalamı təpiklə çevirdi. Allah, bunu deyim, ölsəm razıyam. Çevirdi təpiklə İmam Hüseyin əleyhissalamı, əl atdı, tutdu saqqalında. Xanım Zeynəbin gözündə vurdu zərbəni onun boynuna. Sir